Assalamu alaikum əziz izləyicilər. Sizinlə Qurbanı İrfani fəlsəfi açımını istədim bölüşəm. Qurbanlıq qurb sözündəndir, mənası yaxınlıq deməkdir. Qurban kəsmə əməllərində Allaha yaxınlaşırıq. Ümumiyyətlə, insan hər bir əməldə çalışmalıdır ki, öz Rəbbinə yaxınlaşsın. Qurbanlıqda heyvan kəsib ehtiyacı onlarla paylaşmaq, onlarla həmdərd olmaq, sirdaş olmaqdır, sosial ədalətin göstəricisidir, sosial yaxınlıq, sosial məhəbbət yaradır. İnsan özü üçün düşüncəsini aşır, başqaları üçün də düşüncəsi ilə yaşayır və bu ruhani bütövləşmədir. Ruhunu bütövləşdirir, qəlbini genişləndirir. Ancaq Qurbanın o irfani fəlsəfi mənası daha genişdir. Hər şeydən əvvəl deyək ki, İbrahim Peyğəmbər Rəbbi tərəfindən çox ağır sınaqlardan keçdi. Əlbəttə, ən böyük bəlalar Allah dostları üçün deyilmi? Axı onlar bəşərə nümunə örnək olacaqlar. Ən böyük iman yerləri də ən böyük sınaqlardan keçirlər. Nəmrud İbrahim əleyhissalam oda atanda aşkar ölüm təhlükəsi altında belə o Cəbrailin köməyini belə qəbul etmədi. Təkcə öz Rəbbinə sığındı. Rəbbi də odu Gülistana çevirdi. Digər bir imtihansa daha ağır imtihandır. Öz doğma balasının yeniyetmə İsmailin başını kəsmək. Bunu hətta təsəvvür eləmək belə insanın varlığını lərzəyə salır. Öz canını qurban verməyə nə var ki? Ancaq bu hal hər ərənin işi deyil. Hər aşi bu yükü götürə bilməz. Hələ burada İsmailin sözünə diqqət edin. Bunu Quran bizə çatdırır. Ata, sənə nə əmr olunursa, onu da elə. İnşallah məni səbr edənlərdən görəcəksən. Saffat surəsi 102-ci ayədir. Bu cavabda biz tam təslimiyyət, ilahi iradə istək qarşısına razılıq görürük. Əzəmətli imandan doğan səbr görürük. İsmailin mənəvi məqamını görürük. Yeniyetmə halında belə bir ruha malik olasan, belə bir mənəvi ucalığa çatasan. Bəli, ata oğlun hekayəsində həm ata, həm oğul ilahi iradəyə təslim olur. Bu mərifət elmində, yəni irfan mərifət, yəni Allah-u tanım elmində, eşq elmində, fəna məqamına işarə sayılır. Fəna yoxluq deməkdir. Yəni insan o məqama yetişir ki, öz varlığı, öz istəyi, ilahi iradə qarşısında əriyir, yox olur. Yalnız ilahinin iradəsi istəyə qəbul olur. Yəni Allah nə istəyir, o da ona razıdır. Təslimdir, tam təslimiyyətdədir. Bu hekayədə əsas məsələ bıçaq deyil. Bağlılıq məsələsidir. İnsanı dünyaya bağlayan çox şeylər var. Maddiyyət bağlayır, vəzifə, şöhrət, məqam, amma ən möhkəm şəkildə bağlayan ip insan üçün məhz övrad ipidir. Həzrət İbrahim bu övrad ipini də qırıb atdı. İlahi, sənin eşqin yolunda ciyərparam da qurbandır, dedi. Və bəşərə Allaha həqqi itayət dərsi verdi. Fədakarlıq dərsi verdi. Necə qurban olmaq olar dərsi verdi. Eşqə qurbandır canımız, dedi. İnsanın mahiyyəti, əsl hədəfi, yaranışın məqsədinin eşqə bağlılığını nümayiş etdirdi. Bu, insanın həqiqətidir bu, aşkar olur. Bıçaq heyvana deyil, əslində daxildəki bağlığa yönəldi. Ariflər deyirlər ki, əsl qurban qoyun deyil, nəfsdir. Biz də məhz dünyadan nəfsimizi kəsməliyik. Necə ki, İmam Zeynalabdin ağa əleyhissalam öz sahabələrindən Şiblidən soruşur ki, qurban kəsəndə niyyət etdimi ki, sən dünyadan tamahını kəsirsən və İbrahim əleyhissalam kimi öz oğlunu kəsdiyi kimi sən də ona iqtida edirsən. Yəni, özünə bir örnək götürsən. Bəli, insan
öz nəfs bütünü qırmayınca, ondan qurtulmayınca azad ola bilməz. Necə ki, Əmrəl-Mömin Həzrət Əli Əleyhisselam buyurub ki, Allah səni azad yaratmışdır, nəfs səni qul eləməsin. Biz azadə yaradılmışkən, mələkdən də uca məqamımız olmuşkən, nə üçün könüllü şəkildə nəfsə itaat edib qul olaq? Ağa olan nəfsin ağasıdır, qul olan da nəfsin quludur. Allah bizə yardımcı olsun ki, azadələrdən olaq. Allah manda.